Değerli kardeşler, muhterem Müslümanlar, bildiğimiz gibi artık Ramazan ayının ortasındayız. Ramazan ayının yarısı kesmiştir. Bu əzəmətli günlerin kardeşler, yarısı kalmıştır. Ne de Uca Allah buyurur ki, eyyâmen ma'dudat, sayılı günler. Uca Allah Azze ve Celle bu günlere sayılı günler deyir. Kardeşler, Ramazan ayı dedi ki, aylar içerisinde en əzəmətli, en üstün olan aydır. En fəzilətli aydır. Lakin bu Ramazan ayını üstün kılan bir şey vardır. O da bu Ramazan ayında Kur'an-ı Kerim'in nazil olmasına göredir. Uca Allah buyurur ki Kur'an-ı Kerim'de Şehr-i Ramazan ellezî unzile fîhil Kur'an huden linnâs ve beyinâtin minel huda vel furkan. Ramazan ayı elə bir aydır ki o ayda insanlara doğru yol gösteren, hakkı batilden ayırt eden açık delilleri olan Kur'an nazil olmuştur. Subhanallah. Bakın kardeşler, Ramazan ayını əzəmətli kılan, Ramazan ayını üstün eden Kur'an-ı Kerim'in nazil olmasına göredir. Ve Kur'an-ı Kerim'in nazil olduğu bir gece vardır ki Allah Azze ve Celle bu hakta Kur'an-ı Kerim'de bir neçe yerde haber vermiştir. Uca Allah buyurur ki İnna enzelnâhu fî leyletin mübâreke. Biz onu, Kur'an'ı mübarek bir gecede nazil ettik diyor Allah Azze ve Celle. İnna kunna munzirin. Hakikaten biz haberdarlık ederiz. Bakın kardeşler, Allah Azze ve Celle mübarek gece demiştir o geceye. Hemsinin Kur'an-ı Kerim'de müstakil bir sure vardır ki adı Kadir suresidir. Bu Kadir suresinde Allah buyurur ki İnna enzelnâhu fî leyletil kadr. Biz onu, yani Kur'an'ı Kadir gecesine nazil ettik. Lakin burada sual çıkabilir kardeşler. Sual çıkabilir ki axı biz bilirik ki Kur'an-ı Kerim 23 yıl ərzində tədrizən inmiştir. Ancaq ayet-i kərimədə Allah buyurur ki biz onu, Kur'an'ı Kadir gecesine nazil ettik bir defaya. Kardeşler, bunun açıklaması olur ki Kur'an-ı Kerim iki mərhələdən ibaret olarak yere inmiştir. Birinci mərhələ El-Levhul Mahfuz. Uca Allah'ın kainatta ne olacaksa, ne baş verecekse yazmış olduğu kitaptan o Kur'an-ı Kerim dünyanın birinci seması olan Beytül İzze'ye inmiştir. Beytül İzze'den ise değerli kardeşler, ondan sonra ise 23 yıl ərzində Peygamber sallallahu aleyhi ve selleme ayet sure emmeye başlamıştır. Kardeşler, Beytül İzze semanın birinci katıdır. Dedi ki, göğün 7 katı var ki, bu katlar çok əzəmətli şekilde böyükdür. Biz gece vakti gözlerimizle ulduzları, kainatda neyi görürüksə, bütün bunlar semanın birinci katıdır. Subhanallah. Hatta muasir alimler deyirlər ki, onların göre bildikleri kadarıyla kainatın diametrinin təxminən 93 milyar ışık ilinde olduğunu deyirlər. Subhanallah. Bu semanın birinci katıdır. Ve ışık sureti değerli kardeşler bir saniyede 300 bin kilometredir. Beytül İzze'ye mübarek bir gecede Allah Azze ve Celle onu, Kur'an-ı Kerim'i Beytül İzze'ye indirdi. Ondan sonra ise tedrizen bu 23 yıl ərzində inmeye başladı. Değerli kardeşler, hakikaten de bu çok əzəmətli bir gecedir. Yeryüzünde bundan daha faziletli, bundan daha əzəmətli bir gece yoktur. Allah Azze ve Celle bize bu vakti haber verir kardeşler. Allah buyurur ki İnna enzelnâhu fî leyletil kadr. Biz onu Kadir gecesine nazil ettik. Bəs Kadir ne demektir kardeşler? Kadir kelimesinin birçok manası vardır. Manalarından biri olur ki ad-dıyib, yani sıklık. O gece Kadir gecesi semanın bütün mertebelerinde olan melekler yeryüzüne akın gelirler. Ve yeryüzü sıklığı olur meleklerin sayına göre. Ve hemsinin Kadir kelimesi Arap dilinde el-kadar, yani değer demektir. O gün insan Rabbine ibadet etmek ile kader ve değer sahibi olabilir. Subhanallah. Yani bütün bunlar Kadir kelimesinin manalarından biridir. Ve Allah buyurur ki biz onu Kadir
gecesi nazil ettik. Sonra buyurur ki وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Sen ne bilirsen ki nedir Qədir gecesi? Leyletul Qadri hayrun min elfi şehr. Qədir gecesi 1000 aydan daha hayırlıdır. Burada dayanmak lazımdır kardeşler. Ərəblərdə Quran-ı Kərimin nazil olduğu ərəblərdə rəqəm olaraq 1000'dən böyük rəqəm yox idi. Yani 1000'dən böyük rəqəm yox idi, yəni mürəkkəb yox, tək olan halda. Hətta 1 milyon yox idi onlarda, 1 milyar deyilmirdi. Necə deyilirdi bu? Deyirlər ki, elf, yani minin minə deyildiyi zaman başa düşülürdü ki, artıq bu 1 milyon. Elf deyildiği zaman, yani minin 2 minə deyildiği zaman, bu zaman 2 milyon qəsd olduğu başa düşülür. Ve Uca Allah Azze ve Celle insanların o Kur'an-ı Kerim'in nazil olduğu ərəfədə onların bildiği en yüksek rəqəm ilə buyurmuştur ki, Qədir gecesi 1000 aydan daha xeyirlidir. Subhanallah. Ve alimler deyirlər ki, kardeşler, alimlerin ittifakı ile Qədir gecesinin ne kadar əzəmətli olduğunu dəqiq olarak heç kəs bilmir. Bizdə bəlli olan məlumat odur ki, Allah buyurur ki, o 1000 aydan daha xeyirlidir ve 1000 ay değerli kardeşler 83 yıl 4 ay edir. Buna fikir verin. Uca Allah buyurmur ki, demir ki 1000 aya beraberdir. Buyurur ki Qədir gecesi 1000 aydan daha xeyirlidir. Bunun hikmətlerinden biri de odur ki kardeşler, neye göre 1000 ay deyildi, 1001 ay deyilmedi? Alimler deyirlər ki, fikir verin. Allah Azze ve Celle, Allah Resulü buyurur ki, İnne a'maru ümmeti beyne 60 ve 70 sene, beyne 60 ve 70 sene, qalle men yucavizuha. Benim ümmetimin ömrü 60 ila 70 yıl arasındadır ki, çok az kimse bu ömrü ötüp geçebilir. Buradan başa düşürük ki, ümmet Muhammed, bu kainatta olan bu insanların sayıların hamısı, ömrünün sayı 60-70 yıl arasıdır. Çok az kimse vardır ki, 70'i geçsin, 80'i geçsin, bunlar parmakla gösterilir. Bu ayet-i kerimede Allah Azze ve Celle sanki bize bildirir ki o Qədir gecesi 1000 aydan yani 83 yıl 4 aydan daha hayırlıdır. Yani sizin ömrünüzden daha hayırlıdır. Subhanallah. Kardeşler, bu çok əzəmətli bir gecedir. Bu geceni kaçırmayın. Bu gece öyle bir gecedir ki Subhanallah bunun değerini hakikaten düşünsək belə hakkıyla onu değerlendirebilmeliyiz. Uca Allah buyurur ki Qədir gecesi 1000 aydan daha hayırlıdır. Tenezzelul melaikatu ve ruhu fiha biizni rabbihim min kulli emr. O gün melekler ve ruh, yani Cebrail aleyhisselam her bir iş için Rablerinin izni ile yeryüzüne inerler. Subhanallah. Buradan da görürüz ki değerli kardeşler, Cebrail aleyhisselam Resulullah sallallahu aleyhi ve sellem vefat ettikten sonra dünyaya geri qayıtmayıp sadece ve sadece Qədir gecesinde ona icazə verilir ki meleklerle beraber yeryüzüne gelsinler. Ve bu meleklerin gelişi değerli kardeşler, tenezzelu fiili Arap dilinde ard-arda axın gelmek demektir. Bakın bu melekler o gece yeryüzüne inerler ve onların gelişi ta sübh namazına kadar devam eder. Ve o melekler geldikleri zaman değerli kardeşler, insanların ibadetlerine şahit olurlar. Təsəvvür edin, Allah-u aləm, bəlkə neçə milyard mələk gələcəksə Allah bilir, onlar hamısı sizə şahidlik edəcəkdir qiyamət günü, o gecədə. Və həmçinin o mələklər gəlir və Allah Azze ve Celle'nin izni ilə, əmri ilə bütün insanlara bir ildiç qədəri mələklərə təslim edilir. Bu haqda Uca Allah Quran-ı Kərimdə buyurur ki, فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ أَمْرًا مِنْ عِنْدِنَا. O gece kıyamet, o gece Qədir gecesi tarafımızdan vahiy olunan emir ile her bir hikmetli iş ayırt edilir. Bu ayetin tefsirinde alimler deyirlər ki Allah Azze ve Celle Levh-ül Mahfuz'dan o gece Qədir gecesi her bir insanın ildiç gelecek Ramazan ayına kadar olan ildiç ruzisidir, qədəridir, əzəlidir, onların hamısını yeniden meleklere teslim ederler. Subhanallah. Arkadaşlar Resulullah sallallahu aleyhi ve sellem buyurur ki kim bu Qədir gecesinden məhrum olarsa o hakikaten de məhrum olmuş kimse olar. Kim onun xeyrinden məhrum olarsa bütün xeyirden məhrum olmuş olar. Subhanallah. Arkadaşlar onun sünnüdür bu Qədir gecesine bilir ki artık Ramazan ayının sonlarındadır. Sonuncu
10 günlərindədir. Ona görə əlimizdən gəldiyi qədər o günləri qaçırmamağa çalışalım. Həmçinin Resulullah sallallahu aleyhi ve sellem haqqında Allah Resulü rivayet olmuş ki, o Ramazan ayının son 10 günləri gəldiyi zaman Allah Resulü gecəni ibadət ilə keçərərdi, ailəsini durğuzardı, ibadətlərini artırıb və kəmərini bağlayardı. Subhanallah. Çünki artıq o ayda, axırıncı 10 günlərində artıq Qədr gecəsi olma ehtimalı vardır. Qardaşlar, Resulullah sallallahu aleyhi ve sellem Qədr gecəsinin konkret olarak hansı gecə olduğunu bildirmək üçün çıxdı, insanlara bildirmək istədi. Lakin çıxdığı zaman gördü ki, sahabələrdən 2 nəfər mübahisə etdilər. Və ondan sonra Allah Resulü buyurdu ki, 2 nəfər mübahisə etdi, filan kəslər adlarını seçir və ona görə unsituhə, yəni mənə unutturuldu dedi. Subhanallah. Baxın, bu onu göstərir ki, bir cəmiyyətdə fitnə olarsa, ayrı seçkilik olarsa, mübahisə olarsa, oradan bərəkət qalxar. Subhanallah. O 2 sahabə mübahisə etdikləri üçün Resulullah sallallahu aleyhi ve sellemə Qədr gecəsinin hansı gecə olduğu unutturulur. Və Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, unutturuldu, lakin siz onu axırıncı gecələrdə axtarın. Başqa rəvayətlərdə axırıncı gecələrin tək günlərində axtarın. Yəni 21-i, 23-ü, 25-i, 27-i, 29-cu gecələr. Və eyni zamanda hətta Allah Resulü buyurur ki, "La'allahu xeyrun lakum." Bu bəlkə sizin üçün xeyirlidir. Nəyə görə? Əgər biz konkret olaraq Qədr gecəsinin hansı gecə olduğunu bilsəydik, bəlkə də tənbəlləşərdik və sadəcə o gecəni ihya edərdik, ibadət edərdik, digər gecələri tərk edərdik. Necə ki, hər birimizin əcəli yazılmışdır. Nə zaman öləcəyimizi bilmirik. Lakin o yazılı olaraq qalmışdır. Əgər bir insan öləcəyini, nə zaman öləcəyini bilsəydi, onun günü gün olmazdı. Onun üçündür ki, həm qorxu, həm ümid ilə yaşayır və çalışmağa sayı göstərir. Həmçinin Allah Azze ve Celle'nin isimlərindən elə bir isim var ki, ona ismi azam deyirlər. O ismi kim bilib onunla Allah'a dua edersə, onun duası mütləq qəbul olar. O isim gizlənmişdir ki, diğer isimləri də, Allah'ın 99 isimləri də Müslümanlar axtarsınlar, onu sağlayıb dua etsinlər. Həmçinin Həzreti Ayşe radiyallahu anh'a deyir ki, Allah Resulü Ramazanda olduğu kimi digər aylarda olmadığı şəkildə, yəni çox çalışardı. Ramazan ayı gəldi mi, Ramazan ayında digər aylardan fərqli olaraq daha çox səy göstərərdi. Və Ramazan ayının axırıncı 10 günləri gəldiyi zaman isə digər günlərdə olmadığı şəkildə daha çox səy göstərərdi və ibadət edərdi. Subhanallah. Qardaşlar, dedik ki, bu bərəkətli bir gündür. Qədr gecəsi çox əzəmətli bir gündür ki, o gün kim Rəbbinə dua edərsə, ibadətlə keçirərsə, həqiqətən də qurtulmuş olar. Bu Allah'ın böyük rəhmətidir ki, bunu qaçırmayın değerli kardeşler. Və həmçinin dedik ki, mələklər o gün yer üzünə inerlər. Mələklərin sayıları haqqında deyirik ki, ən doğrusunu Allah bilir, onun sayıları bilinmir. Lakin mələklər Cəbrail aleyhisselamla beraber o gün Qədr gecəsi yer üzünə inerlər və insanlara şahidlik edərlər. Subhanallah. Və Kur'an'ın insanlar üzərində olan əsərini, onun izini görüb və şahidlik edərlər. Kardeşler, Uca Allah buyurur ki, "Selamun hiya hatta matla'il fajr." O gün, o gecə gün çıxana qədər əmin amanlıqdır. O mələklər orada xeyir dua edərlər, o mələklər o gecəni ihya edənlərə dua edərlər, onlara şahidlik edərlər. Bu haqda ixtilaf vardır. Bəzi alimlər deyirlər ki, Qədr gecəsinin olma ehtimalı hansı gecə ola bilər? Hətta bu haqda sahabələr belə ixtilaf edirlər. Bir gün Hazreti Ömer sahabələri yığır və onlara sual verir. Deyir, sizə görə, sizcə Qədr gecəsinin olma ehtimalı hansı gecədir? Biri 21'i deyir, biri 23'ü deyir. İbn Abbas deyir ki, Qədr gecəsinin olma ehtimalı 27-ci gecədir. Və əsaslandırır və deyir ki, Quran-ı Kərimdə Qədr surəsində 30 ayət vardır. 30 ayət vardır. Və sələmun hiyə, o gün, o gecə, hiyə kəlməsi 27-ci kəlmədə deyir. Və sonra deyir ki, Allah Azze ve Celle göylərin və yerin qatını 7 qat yaratmışdır.
İnsanları secde üzvlərini 7 üzere etmiştir. Həmçinin sayır yani çoxlu sayır həccdə Safa və Mərvada 7 dəfə səy göstərmələri, 7 dəfə tavaf etmələrini sayır və deyir ki, buna göre de 27. gecə olmaq ehtimalı daha üstündür mənə göre. Hatta deyir ki, Qədr kəlməsi, Leylətul Qadr kəlməsi bir yerde 9 hərfdən ibarətdir və Qədr surəsində 3 dəfə təkrarlanır. Bu da 3'e vurduğumuz zaman 27'dir deyir, bu şekilde əsaslandırır. Lakin kardeşler, en doğrusunu Allah bilir. Ona göredir ki, bu axırıncı 10 geceleri heç digər gecələrdə olmadığı şekilde ibadet etmeye çalışalım ki, Allah'ın rəhmətini, bərəkətini kazanalım değerli kardeşler. Tabii ki, burada Qədir gecəsinin olma əlamətləri de vardır ki, biz tövsiyə olarak deyirik ki, eğer siz bu əlamətlərdən birini görsəniz, diğer Müslümanlara haber vermeyin. Neye göre? Ola bilsin ki, sen hata etmişsən və yaxud da o bunu eşidər, diğer Qədir gecəsi olma ehtimalı günündə, gecəsində tənbəllik göstərə. Qardaşlar, dedik ki, Ramazan ayının artıq yarısı keçmişdir və qarşıda bizi əzəmətli gecələr gözləyir. Və bəzi insanlar elə bilirlər ki, Qədir gecəsini sadəcə oyaq qalmaq ilə onu qazanmaq olar. Xeyr. Hətta bəzi qardaşlar otururlar çayxanalarda gecələri səhərə kimi keçirirlər, elə bilirlər ki, Qədir gecəsini gözəl keçirirlər. Xeyr qardaşlar, çalışın o gecələrdə üzləti çəkilin, kənara çəkilin və Rəbbinizə çoxlu dua edin qardaşlar, namaz qılın, əlinizdən gəldiyi qədər ibadətlər edin. Çünki bu böyük fürsətdir. Elə bir fürsətdir ki qardaşlar, bu ayda, bu gecədə edilən ibadət bir ömürdən daha xeyirlidir, subhanallah. Və həmçinin qarşıdan Fitr bayramı yaxınlaşır, Ramazan bayramı yaxınlaşır və bilirik ki, ölkəmizdə rəsmi olaraq Novruz bayramını qeyd edirlər. Lakin değerli kardeşler, biz onu deməliyik ki, Novruz bayramının İslam ile heç bir əlaqəsi yoxdur. Və Novruz bayramı, yani ne kadar da insan onu İslam'a soğuşturmaq istəsə, xeyr yoxdur kardeşler. Yani Ramazan ayının, yani İslam diniyle Novruz bayramının heç bir əlaqəsi yoxdur. Bizim dinimizdə, şəriətimizdə sadece ve sadece 2 bayram mövcuddur ki, onlar da Ramazan bayramı ve Qurban bayramıdır. Ona göre elimizden geldiği kadar Fitr bayramına, Ramazan bayramına hazırlaşaq ve buna da insanlara təşviq edək. Ve onu da demək lazımdır ki, Müslümanlar hikmətli olmalılar değerli kardeşler. Biz insanlar, cəmiyyətimiz elə bir cəmiyyətdir ki, hamımız bilirik ki, insanlar gözlerini açıp bu bayramı, Novruz bayramını kesildiklerini görürlər. Onlara bunu izah etmek çətindir kardeşler. Ona göre onlara güzel şekilde, hikmətli şekilde izah etmek lazımdır. Bakın, Allah Azze ve Celle Kur'an-ı Kerim'de 2 büyük peygambere, Musa peygamber ile Harun Aleyhisselam'a onlara emredir. Diyor ki, İzhaba ila firavuna innahu taga. Gedin Firavun'un yanına, o həddini açmıştır. Necə açmıştır həddini? Firavun deyirdi ki, Ənə Rabbukumul a'la. Mən sizin en büyük Rəbbinizəm deyirdi. Və peygamberlere savaş elan etmişti. Lakin buna baxmayaraq Allah buyurur ki, Musa peygambere ve Harun peygambere فَقُولَا لَهُ قَوْلًا لَيِّنَا. Ona, yani Firavun'a yumuşak söz söyleyin. لَعَلَّهُ يَتَذَكَّرَ وَيَخْشَى. Ola bilsin ki o öğüt nəsil alar, ola bilsin qorxar. Bakın, belə bir insana Allah Azze ve Celle yumuşak davranmağı emrettiği halde düşünün ki bunun xaricinde olan insanlar necə olmalıdır. Onun için de değerli kardeşler, Müslümanlar hikmətli olmalı ve insanlara güzel şekilde bunu açıklamalıdır.